Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 202 son dayanacağı 92-170 marşrutlarından 100 metr məsafədə, qapının ağzına qədər asfalt olan ərazidə 4 sota yaxın, 390 torpaq sahəsinin içində 5 otaqlı şəxsi iş olmuş bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Gördüyünüz kimi ev yola yaxın, marşruta yaxın. Yoldan da, marşrutdan da 100 metr. Demək olar, məktəbə yaxın ərazidə, marşrutlar tam rahat, marketlərə yaxın ərazidə, məktəbə yaxın ərazidə, gözəl bir yerdə, yəni hörmətli izləyicilər, 5 otaqlı evdir, satışa çıxıb, şəxsi iş olmuş bir evdir, ev olub, indi hal-hazırda təzən təmir olunub, satışa çıxardılıb. Nəzərinizə çatdırım, hörmətli izləyicilər. Ev alanda həqiqətən yer önəmlidir, yeri çox gözəl yerdir, 202 marşrutun son dayanacaq yeridir, 4 sota yaxın ərazidədir, 3 sot 90 kvadratın içindədir, 4 sota yaxındır. Həyəti gördüyünüz kimi tamit daşları düzülüb, drapları qoyulub, qaz, su, işıq, kanalizasiya hamısı daimidir, mərkəzi xətdir. Evin yan tərəflərinə keçmək mümkündür, belə də məsafəsi var, arxadan da evin ətrafına keçmək mümkündür. Gördüyünüz kimi evin də kürsüsü, hörmətli izləyicilər, əvvəl yəni rahat bir 5-6 daş olub, sadəcə yol qalxıb deyə ev sahibləri də həyətin bir hissəsini doldurublar. Gördüyünüz kimi yəni kürsüsü var. Bax, buradan da pləkanla düşürük. Evin bir hissəsində də gördünüz, burada bağ-bağça salması, boş torpaq sahəsi, yüngülvarı, yaşıllıqları var. Bura 5 yatka yeridir, saxlayıb ev sahibi. Belə gülü, çiçəyi. Yəni ev həqiqətən çox gözəl təmir olunub. Həm də indi içində ətraflı göstərəcəm. Evin ətrafına yenə fırlanmaq mümkündür. Pəncərələri açıqdır. Havalanmaya tam uyğundur, hörmətli izləyicilər. Burada da nə istəsəz, gül, çiçək, ağac, nə istəsəz əkə bilərsiniz. Keçən indi evin içi ilə tanış olaq. Evin də içi, yəni həm dəhlizi geniş, sanitar qovşağı, hamam hamısı ayrıdır. Yəni buradan daxil oluruq evin dəhliz giriş hissəsinə. Girən kimi, bax gördüyünüz kimi bütün hər şey öz qaydasındadır. Sağ tərəfdə sanitar qovşağıdır, gördüyünüz kimi aksesuarları qurlaşdırılır. Bura hamam hissəsidir. Hamam da gördüyünüz kimi duş kabinası da hamısı qurlaşdırılır. Tam hazır vəziyyətdədir. Demək, hörmətli izləyicilər, ayaq altısı, giriş hissəsi istipoldur hamısı, düz mətbəxə qədər dəhliz hamısı istipoldur. Ev açıq aboylardan istifadə olunub. Bax, girən kimi burada sol tərəfdə qonaq otağıdır. Sağda burada mətbəxdir, alt qapılardan istifadə olunub. Pəncərələr demək olar, hamısının içindən yolu. Oradan da haradasa 80-90 sm öz hasarına baxır da, yəni hasarın içindədir. Burada bir otaqdır, 12-14 kvadrat olar. Təxmin ölçü verirəm, hörmətli izləyicilər. Ağ qapılardan istifadə olunub. Sağda, burada yenə də bir yataq otağıdır. 5 otaqdır cəmi. Yeri həqiqətən çox gözəldir, hörmətli izləyicilər. Buranın hətta mən özüm də bu ərazidə qalam. İnsanlar da çox gözəl insanlardır. Yəni burada insanlar yaşayışına görə qonşular, hamısı gözəl qonşulardır. Yolun yaxınlığındadır. Marketlərə, məktəbə, marşrutlara yaxın ərazidə yerləşir. Ev alanda da gələn insanın rahatçılığı da olar. Hamısı qaydasındadır. Burada da bir yenə otaqdır. Bunlar da arası 16 kvadrat, 16-18 kvadrat arasında, 15-16-17 belə olar. Təxmin ölçü deyirəm, az fərq eləyir. Gördüyünüz kimi, hörmətli izləyicilər, eyni demək ölçüdür 2 dənə. Hörmətli izləyicilər, gördüyünüz kimi ev haqqında bütün məlumatlarını sizə təqdimatda göstərdim. Açıq aboylardan, ayaqaltı istipol, yeri gözəl yerdir. Özüm də bu ərazilərdə qalıram, yaxınlığında qalıram, bu evin yaxınlığında qalıram. Həqiqətən yer, həqiqətən yaxşı yerdir, hörmətli izləyicilər. Yəni, insan üçün işə getməyinə, marşrutlara, marketlərə, məktəbin hamısı bütün yəni, uyğun gəlir. Gördüyünüz kimi,
ev haqqında məlumatlarını verdim. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube-da, Instagramda, TikTokda Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada evlərimizi izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın zəng vuran zaman. Hörmətli izləyicilər, bir də qiyməti də sənədində deyim. Sənədi bələdiyyə sənədi deyil, yəni kupçaya gedən sənəddir. Bunu da nəzərdə çatdırın. Bələdiyyə sənədi, tam qanun torpağın sənədi var. Qiyməti də 135.000 start qiymətdir. Biz bir dəfə bu evi çəkmişdik. Hazır vəziyyətdə deyildi. Qapılar qalmışdı, laminat qalmışdı, bəzəkləri qalmışdı. İndi tam ev sahibi hazır eləyib, tam satışa çıxardıb. 135.000 start qiyməti. Real alınırsa endirimi birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. Allah ev olmayanlara da gözəl evlər qismət eləsin. Allah halana da